Salam əziz tələbələr, hər birinizi xoş gördük. Mən məntiq müəllimi Dövran Zəfərov. Bu gün sizlərlə birlikdə məntiq fənnindən qəbulda ən çox sual düşən mövzulardan biri olan şəkillər haqqında məlumat əldə edəcək. Biz şəkillərlə 3 əsas müstəvidən yanaşacağıq. İlk olaraq rəng münasibətləri və ya xətt münasibətləri, ikinci olaraq güzgə əks adlandırdığımız simmetriya, üçüncü olaraq fiqurların və ya da şəkillərin saat əqrəbi istiqamətində və ya da əks istiqamətində fırlanmasına diqqət yetirəcək. İlk olaraq biz rəng münasibətlərindən başlayalım. Baxın, operatorun sağ tərəfindəki hissə bizdə olacaq nəticə hissə. Biz sağ tərəfdəki nəticə hissəsini almaq üçün solda müəyyən əməliyyatlar aparacağıq. Rəng münasibətlərində əsas qayda nə olacaq? Siz bunu qayda 1 olaraq da hətta qeyd edə bilərsiniz. Eyni mövqedə olan rəng qruplarına fikir verəsiniz. Yəni ki, diqqətiniz orada olacaq. Buna mən 1 deyirəm, burada 1 deyirəm, buna 1 deyirəm. Nə oldu? Eyni mövqedə olan rəng qrupları oldu. Baxın, qara rənglə ağ rəngin birləşməsindən nə yarandı? Ağ rəng yarandı. Biz eynisini kənara götürəcək, yazıram qara üzərindəsini ağ bərabərdir ağ rəng. Hətta biz bunu yenidən yoxlaya bilərik. Baxın, qara rənglə ağ rəngin birləşməsindən nə yaranır? Ağ rəng yarandı. Bu artıq bizdə nə oldu? Distur oldu. Keçək ikinci disturun çıxarılmasına. Baxın, bunlara 2 deyirəm. Ağ rənglə ağ rəngin birləşməsindən nə yarandı? Qara rəng yarandı. Kənardan qeyd edirəm. Ağ rəng üzərindəsini ağ rəng bərabərdir qara rəng. Üçüncü hissəyə baxaq. Üçüncü hissədə ağ rənglə qara rəngin birləşməsindən bizdə ağ rəng yarandı. Bunu da götürürəm. Ağ rəng üzərindəsi qara rəng bərabərdir ağ rəngə. Son olaraq dördüncü hissəyə baxaq. Yəni ki, qara rənglərin birləşməsinə baxaq. Diqqət edirsinizsə, baxın bunlara. Qara rənglə qara rəngin birləşməsindən nə yaranır? Ağ rəng yaranır. Kənarda yazılır. Qara rəng üzərindəsi qara rəng bərabərdir ağ rəng. Baxın, bu 4 dənə distur olub. Siz istənilən rəng münasibətləri olan misallar tətbiq etməlisiniz. Deyərsiniz ki, müəllim, qara rənglə ağ rəngin üzərində ağ rəng verir. Ağ rənglə qara rəngin üzərində ağ rəng verir. Birini yazsa kifayət etmir. Təbii ki, yox. Bu misal üçün hər ikisi ağ rəng verə bilər. Amma başqa bir misalda qara rənglə ağ rəngin üzərində ağ rəng, ağ rənglə qara rəngin üzərində qara rəng verə bilər. Onun üçün ən yaxşı siz 4 dənə distur çıxardın, sonra sizdən istənilənlər tətbiq edin. İndi buradan başlasaq. Baxın, ağ rənglə ağ rəngin üzərində bizə nə vermişdir? Qara rəng vermişdir. Onda həmişə mövqedə bizdə mütləq qara rəng olmalıdır. Amma Y variantına baxıram, ağ rəngli. Y variantı demək sən. Y variantı yedir. Sonra, qara rənglə ağ rəngin üzərində bizə nə verəcək? Baxıram, qara rənglə ağ rəngin üzərində bizə verir ağ rəng. Demək, həmişə mövqedə hamısı ağ rəng olmalıdır. Bəli, baxın, hər birində nədir? Ağ rəngdir. Demək, qaydamı söyləyir. Sonra, baxıram ki, qara rənglə ağ rəngin üzərində var. Yenə nə olmalıdır? Təbii ki, ağ rəng olmalıdır. Amma D variantı həmişə isə qara. Demək, D variantı yanlışdır. Bura baxıram, saat əqrəbi istiqamətinə gedək, silgimiz alın. Ya, saat əqrəbi istiqaməti və ya tərs istiqamətdə fərq edilmir. Çox da, yəni, ağ rənglə qara rəngin üzərində. Görək bizə nə verəcək? Ağ rənglə qara rəngin üzərində ağ rəng verir. Demək ki, həmin ikisi də bizə nə olmalıdır? Ağ rəng olmalıdır. Amma C variantına baxıram, qara rəngdir. Demək ki, C variantdır, yanlışdır. Geri A və B qaldı. Son olaraq baxıram, qara rənglə qara rəng bizə nə verəcəkdir? Sonuncu disturda ağ rəng verirdi. Demək ki, həmin ikisi də bizdə ağ rəng olmalıdır. Belində çıxıram, düzgün cavabımız olur, baxın, A variantı. Bu oldu bizdə rəng münasibətlərinə aid misal. İndi, mən sizə bir tapşırıq verirəm. Gəlin tapşırığa. Səhv etmirəmsə, 66-cı sual olmalıdır. Səhv fonunda gedək. 66-cı sual. Baxın, 66-cı sualı mən sizə ev tapşırıq olaraq verirəm. Təbii ki, cavabı tapırsınız. Şərt bölməsində qeyd etməyi unutmayın. Hər birinizə geri dönüş edəcəm. Yəni ki, doğru yazıbsınız və ya yanlış yazıbsınız, hansı hissədə yanılıbsınız. Məsələ nədir? Biz dedik ki, eyni mövqedə olan rəng qruplarına diqqət yetirəcək. Burada biz bu ikisinin birləşməsinə baxın, oxdan göstərilir. Aşağıdakını alacaq. Elə bir şey, bu olacaq bizim operatorun sağ tərəfi, nəticə hissəsi. Bu ikisi də sol tərəfi. 1, 1, 1. Eyni mövqedə duran rəng qruplarına baxsaq. Qara rənglə qara rəng bizə nə verir? Ağ rəng verir. Yazıram şəhərdən. Qara üzərindəsi qara bərabər qalır. Digərlərini siz tamamlayırsınız, buna uyğun düzgün cavab variantı müəyyənləşdirirsiniz və şərt bölməsində qeyd etməyi unutmursunuz. Mən də keçsəm yeni sual izahına. Artıq baxın, biz rəng münasibətləri haqqında danışdıq. Geriyə nə qaldı? Təbii ki, xətt münasibətləri qaldı. Keçən il biz xətt münasibətlərinin izahına. Xətt münasibətləri ilə rəng münasibətləri arasında o qədər də ciddi bir fərq yoxdur. Demək olar eyni şeydir. Yenə biz sağ tərəfdə nəticə hissəsi kimi baxacağıq, solda müəyyən əməliyyatlar var. Misalda sağ hissəsində bu ortadakı xətt niyə var?
Baxıram ki, hər 3 fiqurun üçündə də həmçinin xəttimiz təkrarlanır. Ona görə götürüb sağ tərəfə qeyd edirlər. Aşağıdakı xətt hər üçündə mövcuddur. Aşağıya qeyd edirlər. Yuxarıdakı xəttə baxaq, hər üçündə mövcuddur, yuxarıya çəkirlər. Hətta bu sağdakı aşağıdakı xəttə baxın, hər üçündə mövcuddur deyə götürüb sağa qeyd edirlər. Demək, hər üçündən mövcud olan xəttimizi götürürük, nəticə hissəsinə qeyd edirik. Misal üçün, baxın, ortadakı xətt hər üçündə var elə. Demək ki, ortadakı xətt mütləq olmalıdır. Buna görə mən D və G variantını silirəm. G-də nə qaldı? A, B və C variantı. A ilə B-ni müqayisə edirəm. Baxın, A-da sol tərəfdə bizim müşabiqə xəttimiz var, B-də həmçinin hissədə xətt yoxdur. Həminki mövqeydəki xəttə baxın. Biri burada, biri də burada var. 2 dənədir. Bizə hissəsi lazım idi, 3 lazım idi. Ona görə götürəm A-nı çıxıram. Hətta baxın C-də var, C-ni də çıxıram. Cavabımız olur nə? B variantı. C variantına ixtisar getdi. Başqa zörbəsində isə C variantına ixtisar gedə bilərdi. Baxın, yuxarıda C variantında xətt yoxdur, B-də var. Baxırsınız ki, yuxarıdakı xətt hər üçündə vardır. Demək, həminki xətt 100% olmalıdır. C variantı yəni ki, hər tərəfli nədir? Yanlış variantdır. Düzgün cavabımız oldu B variantı. Bu da bizdə xətt münasibətlərini ayrılır. Artıq biz xətt münasibətlərini başa düşürük. Geriyə nə qaldı? İkinci hissəmiz olan cüzgə əksi və yaxud da simmetri. Bir dənə burada mən boş sahə yaradım. Belə, yuxarı hissəni yaradım, belə boş hissə. Kifayət mənzər daha yaxşı oldu. İlk olaraq cüzgə əksinə onu başa düşək, sonra təbii ki, misallarına keçirək. Cüzgə əksində biz əsas bir dənə prinsipdən istifadə edəcək. Yaxın-yaxında olacaq, uzaq-uzaqda. Hətta cüzgünü götürüb, özünüzə tərəf doğrultucu aldınız və əlinizi yaxınlaşdırsanız, cüzgə əlinizi yaxınlaşdıranda nə baş verəcək? Əliniz daha yaxında olacaq. Hətta baxın, biz bu kameranı və ya da video çəkirdə indi, kameranın cüzgü işini fikirləşsək, siz cüzgünün arkasındasınız. Mən əlimi uzadan nə olur? Sizə daha da çox yaxınlaşır da, özündən daha yaxındadır. Eyni məsələ nədir? Təbii ki, simmetriyada da keçərlidir, cüzgə əksində keçərlidir. Nə olur demək? Yaxın-yaxında olacaq, uzaqda-uzaqda olacaq. Bir dənə qısa, sadə bir prinsipdir. Yaxın-yaxın uzaq-uzaq. İstənilən misalda həll edə bilər. Misal üçün, burada mövzudan çəkirəm. Deyəm ki, bunu simmetridir. Təbii ki, hər biriniz deyirsiniz, bu nə var simmetridir demək. Götürürsünüz, buradan mövzudan çəkirsiniz. Deyir ki, bunun simmetriyası budur. Əslində siz burada cüzgü effekti qaydasını yerinə yetirdiniz. Baxın, təpə nöqtəsi yaxındaydı, yaxından çəkdiniz. Oturacaq cüzgüdən uzaqdaydı, uzaqdan qeyd edirsiniz. Əslində siz cüzgü əksini və prinsipi doğrultdunuz. Amma simmetriyada nə edirsiniz? Götürürsünüz, birbaşa çəkirsiniz bura. Heç yəni ki, qaydanı xatırlamırsınız, qaydanı bilmirsiniz. Amma bundan sonra biz qaydanı da bildik. Yəni, istənilən bir misalı təbii ki, rahatlıqla həll edə bilər. Hətta gəlin sizə meylin cüzgü əksini öyrədim. Baxın, bu olsun bizim meylimiz. Hətta təpə nöqtələrində qeyd edək ki, qarışmasın. Bunu cüzgə əks etdirsək, baxın, bu nöqtə yaxındadır, yaxından qeyd edirəm. Bu nöqtə cüzgüdən uzaqdadır, cüzgüdən uzaqda qeyd edirəm. Və birləşdirəm. Nə oldu? Cüzgə əks oldu. Biraz düzdür, uzun getdi, nəsə belə. Cüzgə əks yarandı. Bundan sonra çox sayıda bir qayda deyəsiniz. Deyəsiniz ki, meylin cüzgə əksi hər zaman nə olur? Onun çarpaz olur. Çünki bunu götürmək olduğu üçün bura götürsəm, nə baş verir? Çarpaz yaradır. Meylin cüzgə əksindən yaradır demək ki, çarpaz yaradır. Təbii ki, bu sağdan, soldan fərq edilir. Hər zaman eyni nəticə olacaq. İstəyirsiniz bunu hətta mən soldan cüzgə əks etdirib, baxın ki, həmçi qayda alınır. Biraz sərgəli olsun. Baxın, nöqtəmiz cüzgüyə yaxındır. Elə nöqtəni yaxından qeyd edirəm. Digər, yuxarıdakı nöqtəmiz cüzgüdən uzaqdadır. Uzaqda qeyd edirəm və birləşdirəm. Baxın, eyni nəticəni aldı və mən bunu götürüb bura çəksəm, yəni çarpaz yaradır. Bəli, yaradır. Demək, meylin cüzgə əksinə oldu, çarpaz oldu. Yəni ki, onun çarpazı oldu. Bunu siz qayda olaraq xatırlayın. Bir də nəyə diqqət edin? Görürsəniz əgər fikir versəniz, soldakı və sağdakı nəticə eyni olur. Yəni cüzgə əksinin qarşı tərəfləri hər zaman bərabər nəticə olacaq. Yəni görürsünüz, hər ikisi eyni nəticə oldu. Bunu yuxarıdan cüzgə əks etdirsək dəyişmir. Yuxarıda elə cüzgümüz olsa, nöqtəmiz yaxındadır, yaxından gedirəm. Soldakı nöqtəmiz uzaqdadır, uzaqdan gedirəm və birləşdirim. Baxın, nə oldu? Bunun çarpazı oldu. Bunu etsək, bir də aşağıdan cüzgə əks etdirək. Yaxındadır, yaxından gedirəm, uzaqdadır, uzaqdan gedirəm. Birləşdirim. Nə yaratdı bunun? Çarpazını yaratdı yenə. Yəni 4 yerdən yoxlanaq, 4-ündə çarpazını yaratdı. Və əsas məsələ nədir? Baxın, yuxarı ilə aşağıda eyni nəticəni aldı. Demək, cüzgə əksində əsas məsələ nədir? Qarşı yüzlər hər zaman eyni nəticəni verəcək. Bu istər belə tək meyl olsun və yaxud da kvadratın içərisindəki meyl olsun.
Birinin də kvadratın içərisindəki meyldən sizə qeyd edim. Baxın, kvadrat çəkirəm. Və içərisində bir meyl çəkirəm. Hətta burasını rəşləyirəm. Kvadratın içərisində bir dənə rəşli üçbucaq olsun. İndi bunu mən götürüb əgər sağdan güzgə hiss etdirsəm, ilk olaraq təbii ki, kvadratını çəkməliyəm. Kvadratı çəkdim. Bu meylin ilk olaraq nəyini çəkirəm? Çarpazını. Çünki niyə? Meylin hər zaman güzgəsi çarpazı oldu. 4 yerdən də yoxladıq ki, bəli, doğrudur. Çəkdim. İndi rəşli isə yaxında deyil. Yaxını rəşləyirəm. Vəsiyo, bunun güzgəsi bu oldu. İndi götürək bunu. Soldan güzgəsi edirək. Yenə kvadratı çəkirəm, olur. Baxın, bu meylin həmlikə çarpazını axtarım. Çarpazı bu olacaq da. Çarpazını çəkdim. İndi rəşli hissəmiz nə oldu? Bu güzgüdən daha uzaqda oldu. Onda rəşli hissəmiz uzağa güzdür. Yəni bu hissə nə olacaq? Rəşli olacaq. İndi nəticəyə baxın. Sağda və solda təbii ki, eyni figurları aldım. İndi bunu yuxarıya doğru mən güzgəsi edirəm. Götürək də yuxarıya doğru güzgəsi edirək. İndi bax, bu meylin çarpazını çəkirəm, çəkdim. Baxın, bu güzgüdən rəşli hissəmiz daha uzaqdadır da. Onsuz iki hissəmiz var. Biri yaxında olan hissə bura, bir də uzaqda olan hissə. İndi bu güzgüdən daha uzaqdadır deyə götürürəm uzağı. Buranı nə edirəm? Rəşləyirəm. Bu da bizim oldu güzgəsimiz. Bir də aşağıya doğru bunu güzgəsi edirək. Götürürəm kvadratı çəkirəm. Çəkdim. Meylin həmin ilə çarpazını çəkirəm, çəkdim. İndi baxın, bu güzgüyə nəzərlə. Bu yaxınlarda rəşli hissə. Onda yaxın nə edirəm? Rəşləyirəm. Diqqət edin, aşağıda və yuxarıda oxşar fiqur aldıq. Qaydamız ödədi bəli. İlk olaraq qayda öyrəndik ki, güzgə əksində yaxın olur, uzaq olur. Bu birinci qayda. İkinci qayda nə oldu? Meylin güzgə əksi hər zaman onun çarpazı olacaq. Bu üçüncü qayda. Dördüncü qayda olaraq da 3-4 artıq qarşıladım mən də. Dördüncü qayda deyək ki, dördüncü qayda olaraq nə öyrənəcəm? Deyəcəm ki, hər zaman qarşı üzlər eyni nəticəni verəcək. Bu bizdə güzgə əksinə aid ümumi qaydalar. İndi keçək bir dənə misalın üzərində bunu göstərək. Misal üçün, baxa belə dördüncü sual. Biraz kisildək bunu. Dördüncü misalda. Baxın, sol tərəfdə mənim 4 dənə figurum verildi. Sağ tərəfdə nə oldu? Təbii ki, hər zaman nəticə hissəsi oldu da. Burada birinci figur 1-ə, 2-2-ə, 3-3-ə, 4-4-ə uyğun gəlsin. Yəni bu birinci figurdan, baxın, ondan bunu alındı. Necə alındı? İndi görək. Bunu götürmək olduğu kimi bunun aşağısını çəkirəm. Görün nə baş verir? Bu figuru köçürəm bunun altına. İlk olaraq kvadratı çəkirəm. İçərisində fərqləndirəm. Baxın, yuxarı isə rəngləyirəm, yuxarı isə rəngləyirəm. Bir də baxın, bizim elə bir üçbucağımız var. Üçbucağı qeyd etdim burada. Nə baş verir? Məntiqən siz görən kimi deyirsiniz ki, bunu aşağıya doğru güzgə əks etdirib də. Yəni bunu alın. Biz də demişdik, yuxarıya və aşağıya doğru eyni nəticələri alırıq da elə. Çünki qarşı üzlərdə eyni nəticə alınırıq. Onda mən bunu silirəm. Deyirəm ki, mənə heç lazım deyil. Mən niyə buradan baxıb seçirəm və hələ sizə deyirəm ki, aşağıya doğru bunu güzgə əks etdirir. Bunu götürəm, mən yuxarıya doğru güzgə əks etdirirəm. Yuxarıya doğru bunu güzgə əks etdirirəm. Çəkirəm. Böldüm. Yaxın uzaq prinsipimi bilirəm də. Bu rəşli hissəyə uyğun olaraq mən nə edəcəm? Buranı rəşlədim. Çünki niyə? Güzgüdən ən uzaq məsafədədir. Rəşlədim. İndi baxın, mən nə etməliyim? Bu meylin çarpazını seçməliyim, güzgəsi olur. Seçdim. Rəşli hissə uzaqdadır, rəşli hissə uzağa salırım. İndi siz bir buna baxın, bir də buna baxın. Eyni nəticə alındı. Demək nə edik? Bunu aşağıya doğru güzgə etdirdim. Mən də yuxarıya doğru güzgə etdirdim ki, həqiqətən də qaydamız ödəsin. Yəni aşağıya da yuxarı güzgəsinin bərabər olduğunu biz tamamilə başa düşürük. İndi birinci nə oldu? Aşağıya doğru güzgə oldu. Bəndə. Götürürəm onda mən, baxın bu birinci hissəni aşağıya doğru güzgə edirəm. Hətta biraz kisildim. Silmək lazım deyil. Görün, cavab variantının hamısı yerləşsə mükəmməl olar. Amma bilmirəm, necə görəcək ekrandan. Bunu mən nə etməliyəm? Təbii ki, güzgə etdirməliyəm də. İlk olaraq kvadratını seçirəm. Aşağıda yer yoxdur, yuxarıdan çəkirəm. Bilirəm ki, çünki artıq siz də bilirsiniz ki, nəticələr eyni olur aşağı ilə yuxarıda. Çəkdim belə. İndi birinci bundan başlayalım. Meylin çarpazını çəkirəm. Rəşli isə yaxını rəşləyirəm. Vəsiyo. Keçirəm bura. Bu hara düşən məntiqən uzaqdası uzağa. Meylin həmin ilə avtomatik çarpazını çəkirəm. Rəngli isə bu güzgə əsasən yaxındadırsa, yaxını rəşləyirəm təbii ki. Vəsiyo. Bunu axtarım. A variantında var. Bəli, var. A variantı demək doğru. C variantında var. Var. Doğrudur. B variantına baxın. Fərqli figur. Demək B variantı yanlışdır. B variantını sildim getdim. D variantına baxın.
Yəni fərqli fiqurlu getdi. D variantı fərqli fiqurlu getdi. Geriyə nə qaldı? A və C variantımız qaldı. Baxın, bir fiqurun biz cüzgə əksindən 3 dənə fiqurun, daha doğrusu 3 dənə cavab variantını ixtisar apardıq ki. İndi siz bu hissəni yadda saxlayın, mən keçim ikinci hissəsinə. Təbii ki, əgər qaranlıq qalan hissə olsa, videonu arkaya doğru sürüşdürürsünüz, yenidən baxırsınız, təkliyi başa düşənə qədər. İndi mən keçirəm bunun ikinci hissəsinə. Yuxarıya qayıdıram. Birinciyə uyğun gəldi. Dedi ki, bunu aşağıya doğru cüzgəsidir. Təbii ki, ikinci də nə olacaq? İkinciyə uyğun gələcək də. Bundan bunu alırdı. Bundan bunu necə alır? Məntiqən baxıram ki, qara düz uzaqlı hissə yaxındadır, ulduz hissə uzaqdadır. Demək ki, bunu götürüb, nə edib? Sağdan cüzgəs etdirib. Nəticə olaraq da bunu alır, belə. Onda mən aşağıdakına eynisini tətbiq edəcəm. Yəni, sağdan cüzgəs etdirəcəm. Götürün aşağıdakı figura keçək. Aşağıdakı ikinci figurumuz baxın budur. Bunu da biz sağdan cüzgəs etdirək. Təbii ki, burada yer yoxdur. Götürüm onu götürüm buradan, heç olaraq. Bilmirəm, burada desə işə düşür, görməyəsiniz. Buradan köçürüm. Köçürüm yuxarıya. Bu hissə olsun nəşli, burada da olsun üstündə. Fərzinişi budur da. İndi bunu mən sağdan cüzgəs etdirsəm, görün nə alıram? Sağdan götürəm bunu, cüzgəs etdirəm. Baxın, nəşli isə yaxındadır, yaxına nəşləyirəm. Bunun mövqeyi, baxın, gəlib düşür bura. Meylin həmin də ilk olaraq çarpasını atıram. Rəşli isə cüzgə yaxındadır deyə, yaxına rəşləyir. Cavabı alın. Baxıram, A variantına uyğun gəlir, bəli gəlir. Və C variantına uyğun gəlir, gəlir. Demək C variantda səhvdir. Onsuz B, D, E variantı getmişdir. Geriyə A və C qalmışdır. C variantında tapdım ki, uyğun deyil. C-də çıxdım, cavabımız nə oldu? A variantı. Artıq siz aşağıya doğru, yuxarıya doğru, sağa və sola doğru cüzgəs etdirməyi bacarırsınız. Hətta bunu götürəm sizə görə. Bir də soldan cüzgəs etdirirəm. Baxın, rəngli isə bu cüzgəyə əsasən uzaqdadır da. O zaman uzağa düşəcək. Gəldim bu hissə. Baxın, bu yaxındadır deyə, bu yaxınlarda düşəcək. Bu meylin çarpazını çəkirəm, çəkdim. Rəngli isə, baxın, cüzgüdən uzaqdadır. Onda cüzgüdən uzağa düşəcək. Bu da sizin oldu, düzgün cavab baxın. Baxın, üst-üstə düşdü, eyni alındı. Bəli. Cavabımız nə oldu demək? A variantı oldu. İndi keçsəm cüzgəsinə aid bir dənə misalın üzərində baxıram. Baxın ola. 5-ci sual. 5-ci sualda götürüb, baxın fiquru. Bu fiquru aşağıya doğru qatlayıbdır. Nəticə olaraq bunu aldı. Yadınızda saxlayın, bu qatlanmaya aid bir bizim mövzumuz olacaq, müstəvi təsəvvür. Orada da eynici keçərlidir, burada da. Fiqur qatlanan hissədən cüzgəs olunur. Yəni buradan bizim bir simmetriyamız olur, cüzgəsimiz olur. İndi bunu tamamlayaq görə biz sağdakı fiquru ala bilirik. Hələ ki sağa baxmayaq. Bunu yuxarıdan aşağıya doğru qatlayaq. Baxın, üç bucaq cüzgüdən ən uzaq məsafədədir da. Onu cüzgüdən ən uzaq məsafə, yəni ki, bura düşməlidir. Oturacaq cüzgüyə yaxındır deyə, oturacaq yaxına düşürsə, təpə nöqtəsi bucaqdır. Üç bucağımızı sərdik. İndi baxın, üç bucağımız eyni oldu, oldu. Keçək digər fiqurlara. Misal üçün, kvadrata. Meylin həmin dəqiqə çarpazını atıram. Rəngli hissə yaxındadır, rəngli hissəni yaxına salır. İndi baxın buna, eyni oldu. Bəli, bu da eyni oldu. Onda keçirəm, baxın buna. Bu təxminə gəlib düşəcək bura. Çünki üst bucaqla yaxındır, üst bucaqla yaxın olacaq. İlk olaraq çəkirəm, çəkdim. Baxın, bu ağ hissə qatlanan hissəyə daha yaxındır da elə. Onda bizim ağ hissəmiz qatlanan hissəyə, cüzgüyə daha yaxın olacaq. Rəngli hissə aşağı düşəcək. Baxın, indi eyni nəticə alındı, qara aşağıda, ağ yuxarı. Qara aşağıda, ağ yuxarı. Bəli. Onda son olaraq, yəni bunu cüzgüyə hiss etdirəm. Baxın, bu dəyişməyəcək. Sağdaşı sağda qalacaq, soldaşı solda qalacaq. Yəni bu hissə nə olacaq? Qara olacaq. Baxın, dəyişməyəcək. Demək biz qatlayanda artıq cüzgə hissə olduğunu bildik orada. Onsuz meylin cüzgə hissini bilirik ki, hər zaman çarpazını seçdik. Yaxın-yaxındadır, uzaq-uzaqda və s. Bu qədər sayılır. İndi keçirəm bunun ikinci hissəsini yazmağa, aşağı-aşağı. Baxın bura. Hətta edin cavabları da düşünün. Yaxşı. Gəlin də bunu biz cüzgə hiss etdirək və cavab variantlarını yaparaq. İlk olaraq ən sadəsindən. Baxın, rəngli dairədən başlayalım. Qatlanan hissəyə uyğun olaraq ən uzaqda olduğu üçün gələcək ən uzağa düşəcək. Rəngli dairəmizə ən uzaqda burada olacaq. A variantı yanlışdır, A variantı gedir. B doğrudur, D doğrudur, Y doğrudur, C doğrudur. Sonra keçsəm ikinciyə. Baxın buna. Bu nə olacaq? Aşağı düşəcək. Bəs necə düşəcək? Olduğu kimi. Sağdaşı sağda qalır, soldaşı solda. Biz demək ki, sağ-sol yerini dəyişir. Sadəcə demiş ki, meylin çarpazı olur və s. Başqa hər şeyi yaxın-yaxın uzaq-uzaq prinsipinə uyğun gedirəcək.
Seçdik belə, yəni qara isə sağda oldu, ağ isə solda. Cavab variantlarına baxın, B variantı yanlışdır, B. D variantı doğrudur, Y doğrudur, C doğrudur. Keçirəm, baxın bu kvadrata. Kvadratı gətirim yerində çəkirəm, meylin həminliyə çarpazını çəkdim. Qatlanan hissəyə rəşli hissə yaxındır deyə, yaxını götürəm, rəşli ilə. Baxıram cavablara, C variantı yanlışdır, C deyək. D variantına baxıram, D də yanlışdır deyək. Cavabımız nə oldu? Y variantı. Son olaraq üçüncü təbii ki, düz cəhs etdiksə, artıq bilirsiniz ki, düz formada düşürək. Çünki burada əyridirsə və yaxud da tərsinəndirsə, aşağı hissədə nə olacaq? Düzgün forması olacaq. Bu da cüzcük əksinə aid misallar izahı. Hətta cüzcük əksinə aid sizə möhtəşəm bir dənə misal izahı deyim. Bəlkə də elə videonu açıbsınız, təki o misalın izahını tapana qədər davam edirsiniz. 29-cu misal. 29-da. Baxın, dairəni normalda götürür bu dairəni. Aşağıya doğru cüzcəsidir və nəticə olaraq bunu alır. İndi aşağı bizdə doğudur, yuxarı doğru cüzcəsidir görün. Həqiqətən bu nəticə olaraq bunu alıram. Götürürəm, dairəni iş olaraq çəkirəm. Dairədə heç bir fərqli olur ki. Çəkdik dairəni. Baxın, meylin çarpazını çəkirəm mərkəzdən. Çəkdim, nöqtəni də yaxından qeyd etdim. Baxın, rəşli isə soldadır və cüzcüdən uzaqdadır. Onda rəşli isə solda və cüzcüdən uzaqda olacaq. Siz fərz edin ki, bununla, baxın, bu eyni şey. Düzdür, mən biraz sərgəsi çəkmişəm, amma baxın, rəşli isə uzaqdadır, nöqtə cüzcülə yaxındadır. Yaxşı. Necə aşağıya onu tətbiq edəcəyik. Yəni, bu figuru biz aşağı doğru cüzcü əsətləyik. Götürüb bir bundan cüzcüsünü tapacağıq. Yəni, imtihanda bu sual düşür. Bir hamısı, neçələr figuru? 1, 2, 3, 4, 5. 5 tane figurun 5'ini cüzcü əsini tapacağıq. Yəni, görün nə qədər vaxt gedər. Demək ki, bunun daha sadə yolu var da. Onu da gələk cavab variantlarını işləməyə. Biraz kisildim. Hamısı düşsün. Deyəsən ki, biraz da. Hə. İndi gəlin bunu daha məntiqli yolla həll etməyə çalışaq. Hətta bu yana seçə bilirəmsə. Məncə belə daha yaxşıdır. Baxın, gəlin bunu işləyək. Əsas məsələ nədir? Siz cüzcüyə baxırsınız elə. Cüzcüyə səhər-səhər baxırsınız. Deyirsiniz ki, bu gün nə gözəl görürəm, bu gün nə yaraşıqlı görürəm. Əslində siz nəsilsə, onu da görürsünüz cüzcüdə. Yəni, öz yansımazı görürsünüz. Cüzcüdə sizin burnunuzla qulağınız yer dəyişmir ki. Yəni, münasibətlər hər zaman öz qaydasında görünür də. Yəni, gözlərlə burun arasındakı məsafə, gözlərlə qulaq arasındakı məsafə hər zaman özünü qoruyur. Burada da eyni qaydadadır. Əgər böyük figuru siz cüzcüyə əks etdirirsinizsə, onu hansı istiqamətə cüzcü əks etdirməyinizdən asılı olmayaraq, böyük figurlar içində var ya, bu kiçik balaca figurlar. Heç vaxt münasibətini dəyişməyəcək. Baxıram ki, burada paralellikdən söhbət etmişdir. Heç bir, yəni ki, paralel xəttlər yoxdur. Yəni, paralel nədir? Bir-biri arasında eyni məsafə olsun. Amma baxın ki, variantla bu ikisi paraleldir. Paralellik yoxdur burada. Hətta uzatsam nə olur? Bunu kəsir. Paralel deyirlər. Onda anı çıxır. B variantına baxın, bu ikisi deşib paralel olsun. Burada paralel yoxdur axı. B-də çıxıram. C variantı deşib bu iki figur birləşsin. Burada birləşən mənim figurum yoxdur axı. Niyə birləşsin ki? Bunun cüzcü əks etdirəndə niyə birləşməlidir ki? C variantı da səhvdir. D variantı deşib bu ikisi paraleldir. Paralellik yenə yoxdur. D variantı. Cavabımız nə oldu? Y variantı. Heç gördünüz? Yəni ki, biz heç birindən cüzcü əks etdirdik. Nə 90 dərəcə falan heç eləmədik. Sadəcə nə etdik? Figurlar arası münasibətə baxdıq. Deyək ki, yuxarıda paralel xəttimiz yoxdur bu. Heç cavab variantlarında da olmasın. 1, 2, 3, 4. 4 dənəsi getdi, cavab nə oldu? Y variantı. Əgər siz cüzcü əks etdirmək istəsəniz də, təbii ki, Y variantını alasınız. Bu da bizdə cüzcü əksinə aid isə, son olaraq biz nəyə baxacağıq? Figurların fırlanmasına. 90 dərəcə rəqəb istiqamətindən, yoxsa onun əks istiqamətindən fırlanmasına. İndi gələk o tipli bir sual tapaq buradan. Səhv edilməmsə 19-cu sual. 19-cu sualın həllinə keçək. 19-cu sualı. Mən biraz da kisildəcəm bunu. Dövqəyə yerləşsin. Ümid varam ki, oxunar. Əsasən biz figurların fırlanmasına nəyə diqqət edirəcəyik? Ümid varam ki, hər biriniz saatın üzərində 12-nin, 3-ün, 6-nın, 9-un harada yerləşdiyini bilirsiniz. Bu vacibdir. Hətta buradan qeyd edirəm. Baxın, 12, 3, 6 və 9. Bu da təbii ki, bizim saatımız olur. 3 yerləşir sağda, 9 solda, 12 yuxarıda, 6 isə aşağıda. Ümidi varam ki, yadınızdan çıxmaz. Məncə hər biriniz də bilirsiniz. İndi təbii ki, biz bundan bura tətbiq edəcəyik. Baxın, indi bizim sol tərəfdə 4 dənə nəyimiz var, figurumuz var. 1, 2, 3, 4. Sağ tərəfdə də ona uyğun olaraq 4 dənə figurumuz var.
Yəni ki, mövqeyle yeri dəyişmir. Birinci birinciyə, ikinci ikinciyə, üçüncü üçüncüyə, dördüncü dördüncüyə aiddir. İndi baxın, bizim birinci figurumuz bu haldan düşüb bu haldan. İlk olarak biz ne edəcəyik? Birinci figurun saatın hansı istiqamətinə baxmasını təyin edəcəyik. Hansına baxın, oxşarəsindən seçdim. Baxın, oxuyun, hansı istiqamətini seçdim? 3'ə seçdim. Demək bizim birinci figurumuz 3 istiqamətində baxır. Burada yazıram 3. Bəs burada hansı istiqamətə baxır? 12 istiqamətinə. Baxın, 3'dən 12'ye doğru fırlanır. Saat əqrəbin tərsi istiqamətində fırlanır da. 12'dən 3'ə fırlansaydı saat əqrəbi istiqaməti olacaqdı. Lakin burada 3'dən 12'ye fırlanır. Yəni saat əqrəbin tərsi istiqamətinə fırlanır. Əgər siz nəzərinizdə götürüb bunu fırlasaz saat əqrəbin tərsi istiqamətinə, bunu alasınız olsun. Birinci nə oldu? Saat əqrəbin istiqamətində, yəni daha doğrusu tərsi istiqamətində fırlanma oldu. Onda biz baxın buradakı birinci figura həmçinin tətbiq edəcəyik burada. Deyirəm ki, 12'ye baxır burada. Saat əqrəbin tərsi istiqamətində fırlansa, baxacaq neçəyə? 9'a. Çünki yuxarıda tərsinə fırlanıb, aşağıda da tərsinə fırlanmalı. Neçəyə baxmalıdır? 9'a. A variantına baxıram, 12'ye baxır. A variantı yanlışdır. B variantına baxıram, 9'a baxır. Olar. C variantına baxıram, 3'ə baxır. Yanlışdır. D variantında 9'a baxır, Y variantında 9'a baxır. Artıq A və C variantı demək yanlışdır. Getdi. Neçəsi? İkinciyə. Bunu silirəm, ikinciyə baxır. İkincidə bəs neçəyə baxır oxumuz? Baxın, yenə 3'ə baxır. Hətta buradan qeyd edirəm, 3'ə baxır. Bəs burada neçəyə baxır ikinci? 6'ya baxır. 3'dən 6'ya fırlanır. Yəni, saat əqrəbi istiqamətindən fırlanır. Onda ikinci figurumuzu biz saat əqrəbi istiqamətindən fırlayacağıq. Gəlirəm ikinci figurumuza. Deyirəm 12'ye baxır, saat əqrəbi istiqamətində 90 dərəcə fırlansa 3'ə baxmalıdır. B variantına baxır, neçəyə baxır? 6'ya baxır. Yanlışdır. D variantına baxın, 3'ə baxır. Y variantında 3'ə baxır. Deyirəm ki, Y variantı bizim hələ ki düzgün variantımızdır. Keçirəm 3-cü figura. 3-cü figura baxın. 3-cü figurumuzda saat 3'ə baxır. Bəs burada neçəyə baxır? 6'ya baxır. 3'ə baxırdı, ikinci tərəfdə isə 6'ya baxır. Saat əqrəbi istiqamətində fırlandı. Onda biz aşağıdadır, eyni qayda. Saat əqrəbi istiqamətində fırlayacağız 3-cü figurumuzu. Gəlirəm 3-cü figura. 9'a baxırsa, saat əqrəbi istiqamətində fırlayanda 12'ye baxmalıdır. D variantına baxın, baxın 12'ye baxın. Y variantına 12'ye baxın. Deyirəm, bu da doğrudur. Son olaraq ona 4'ə baxaq, artıq 4'də nəticə 100% çıxmalıdır. 4-cü figura baxıram, 6'ya baxır, burada 3'ə baxır. 6'ya baxırdı birinci tərəfdə, ikinci tərəfdə 3'ə baxdı. Saat əqrəbin tərsi istiqamətində fırlandı elə. Onda burada da figurumuz saat əqrəbin tərsi istiqamətində fırlanacaq. 6'ya baxırsa neçəyə baxacaq? 3'ə baxacaq. D variantına baxıram, 12'ye baxır. Yanlışdır. Y variantına baxıram, 3'ə baxır. Demək Y variantı doğrudur. Əgər başa düşdünüzsə, mükəmməl. Başa düşməlisə, başa düşənə qədər 5 dəfə, 6 dəfə, 7 dəfə, 8 dəfə, 9 dəfə, hətta 10 dəfə videonu arkaya çevirirsiniz, baxırsınız, bir də, təkrarlayırsınız. Hara qədər? Başa düşənə qədər. Bu belə. Gəlin onda sizə bu figurların fırlanmasına aid bəzi bir neçə qaydada öyrədim. Biraz böyüdək, ağ səhifəyə da burada. Özünüz üstündə ağ səhifə burada. Hə, yaxşıdır. Təbii ki, biz istənilən figuru saat əqrəbi istiqamətində, onun tərsi istiqamətindən fırlaya bilərik. İlk olaraq təsəvvürümüzdə, əgər təsəvvürümüzdə çatmırsa, nə edəcəyik? Bir dənə ox işarəsi seçəcəm. Üstüdən yuxarısına doğru. Neçəyə baxın? 12'ye oxu seçdim. İndi bu mən saat əqrəbi istiqamətində 90 dərəcə fırlatmaq istəsəm, nə olacaq? 3'ə doğru baxacaq da. 360 götürəcəm, nə edəcəm? 3'ə doğru seçəcəm. Bu qədər sadə. Yəni bu 3 bucaq olmasın, kvadrat olsun, düz bucaqlı olsun, hər gün. Hamısı üçün keçərli. Yaxşı. Ondan başqa, deyək ki, düz bucaqlı verib, başında da belə bir nə verirdi? Nöqtə verirdi. Deyək ki, bunu saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə fırlanır. İlk olaraq xətti seçərsiniz, deyəsiniz 12'ye baxır. Saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə baxır. 12'ye baxsın, neçəyə baxsaq? 9'a doğru. 9'a doğru baxmalıdır. Götürəsiniz ilk olaraq düz bucaqlığınızı seçərsiniz, seçdiniz düz bucaqlığınızı. Deyəsiniz nöqtə düşəcək, baxın 9'a istiqamət. Nə oldu? 12'ye baxırdı, 9'a baxır. Bu qədər saat. Yəni bir dənə ox işarəti seçməklə siz hamısını müəyyənləşdirə bilərsiniz. Son olaraq kvadratın içərisində bəs necə olacaq? O istəni deyim sizə. Bir dənə kvadrat seçirəm, baxın bu cür olsun kvadratımız. Nöqtəmiz buradadır. Desə nöqtəmiz saat əqrəbi istiqamətində 90 dərəcə dönsün. O zaman nöqtə baxın, buradan çıxır, gəlir düşür, sağ yuxarı üçüncə.
Saat əqrəbi istiqamətində bir dəfə də 90 dərəcə fırlansa, bu zaman nöqtəmiz baxın bir adım düşəcək aşağıya. Saat əqrəbi istiqamətində ayzanın bir dəfə də fırlansın desə 90 dərəcə hara düşəcək? Baxın sol aşağıya düşəcək. Yəni nə olur? Baxın saat əqrəbi istiqamətində kürsülərdə hərəkət edir. Bunun tərsini də deyək. Yenə kvadrat çəkirəm. Baxın nöqtəni qoyuram bura. Saat əqrəbinin tərsi istiqamətində 90 dərəcə dönsədirsə, baxın aşağıdan silirəm, yuxarıya çəkirəm. Saat əqrəbi istiqamətində ayzanın bir dəfə də 90 dərəcə dönsə, bu səfər sol yuxarı üçüncə düşəcək. Bir dəfə də dönsə, bu səfər sol aşağı üçüncə düşəcək. Nə baş verdi? Baxın, tərsi istiqamətdə kürsülərdə fırlanır. Bu nöqtə olmasa, deyək ki, rəngli olsa nə olacaq ki? Hə? Baxın, üçbucaq olsun deyək ki, bura rəngli olsun. Nöqtəni burası bura. Demir saat əqrəbi istiqamətində 90 dərəcə fırlanır. Biz bilirik artıq nöqtə nə olacaq? Keçəcək sola tərəf, sol aşağıya. Demək, həm iki sənələşdirməz. Saat əqrəbi istiqamətində bir dəfə 90 dərəcə fırlansa, bu səfər nöqtəmiz düşəcək yuxarı. Nə edilir? Yuxarıya yaşlayır. Bu qaydada hərəkət edəcək. İndi isə gəlin, buna aidlər misal izahına baxaq. İçindək 23-cü sual. 23-cü sualda bizə deyir ki, bunu 180 dərəcə fırlanır. 180 dərəcə fırlamaq saat əqrəbi istiqamətində. 2 dənə 90 dərəcə fırlamaq demək deyil. Təbii ki. Baxın, nöqtəni qoyuram bu aksiyə. Demək bu aksiyə 2 dəfə 90 dərəcə saat əqrəbi istiqamətində fırlansa, bir dəfə fırlansa düşəcək bura, bir dəfə də fırlansa, baxın düşəcək bu yuxarı hissə. Demək sol yuxarı hissə nə olmalı bizdə? Ağ rəng olmalı da. A variantına baxıram qara rəngdir. İxtisar para verir. B variantına baxıram qara getdi. D variantına qara getdi. E variantına qara getdi. Cavabımız nə olur? C variantı. Bu da bizdə saat əqrəbi istiqamətindən fırlanması olur figurlar. Müstəviq təsərrüfündə. Bir də təbii ki, bunlardan bağımsız olan suallar var. Yəni şəkillərdə də analiz aparıb cavabları almalısınız. Burada başqa şey sizdən istəmirlər. Biz də təbii ki, analiz aparıb cavabımızı ala bilərik ki, niyə də almıyor? Misal üçün olsun bu, neçənci sual? 69-cu sual. 69-cu sualda. Baxın, burada nə güzgə hiss edə bilərsiniz, nə saat əqrəbi istiqamətində döndürə bilərsiniz, nə rəşk münasibətləri, heç birinə. 69-cu sualda bizə belə bir figur veribdir. Sağ tərəfdə isə 11, 7, 5, 3 yazılır. Bunlar nədir? Bunu biz tapmalıyıq. Diqqət edirsək, baxın, mən buradakı bir bölgünü 1 cm qəbul etsəm. Bizim bu parçanın uzunluğu nə qədər olur? 1 cm olur. Bəs bu parçanın uzunluğu nə qədərdir? 1, 2, 3 cm-dir. Bu parçanın uzunluğu 2 cm-dir. Bu parçanın uzunluğu 4 cm-dir. Bəs baxaq şöyle burada 1 cm uzunluğunda olan neçədən parçamız var bizim? Başlayalım saymağa. 1, sonra gəlirəm belə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənəmizin 1 cm uzunluğunda olan parçamız oldu. Baxın, 11 dənə nə oldu? 1 cm uzunluğunda parçamız oldu. Gəl 2 cm uzunluğunda olan parçaların sayını tapaq. 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənə nə oldu bizdə? 2 cm uzunluğunda olan parça oldu. Gəlirəm görüm bu 5 nədir onda? Artıq mənsə təxmin edirsiniz. 3 cm uzunluğunda olan parçaların sayı. 1, 2, sonra gəlirəm 2, 3, hətta bu olsun 4, bu olsun 5. 5 dənə 3 cm olan nə oldu bizdə? Parçanın sayı oldu. Son olarak 3'e baxaq. Görək üstləri nə olacaq? 1, 2, 3. Üstlərində 4 cm uzunluğunda olan parçamız olur. Yaxşı. Demək 1 cm olan uzunluğunda olan parçalarımızın sayı var. 2 var, 3 var, 4 var. Ardıcılığımız neçə oldu? 1 cm, 2 cm, 3 cm, 4 cm. İndi biz aşağıdakı şəklə, bizdən istənilən şəklə həminki ardıcılığı tətbiq edəcəyik. 1 cm, 2 cm, 3 cm və 4 cm uzunluğunda olan parçaların sayı. İlk olarak 1 cm dişten başlayalım. Və yadınızda saxlayın. Diqqət edirsinizsə, mən götürümsə qələmi buradan. Bir uzdan başlayıram, gəlirəm burada yekunlaşdırıram. Oradan buradan getmirəm. Çünki oradan buradan gedəndə insan istər-istəməz xəta edir. Yəni 19 dənə parçanın 18 sayı. Və bu da qəbulda səhv cavablı nəticələr. Götürürük, başlayırsan bura. 1, 2, 3, 4. Gəl 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 əmsin nə oldu?
1 sm uzunluğunda parçamız oldu. Yazıram 19. Keçirəm ikilərin sayına. Buradan başlayalım. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8-dən 2 sm uzunluğunda parçamız oldu. 19, 8. İndi keçirəm 3 sm uzunluğunda parçaların sayına. 1, 2, sayaq, 2, gəldik, 3, 4 və 5. 5 dənə 3 sm uzunluğunda parçamız oldu. Son olaraq 4-lərə baxaq görə neçələrdir? 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 dənə də 4 sm uzunluğunda olan parçamız oldu. İndi cavab variantlarına baxıram. Görüm həqiqətən var 18, 19, 8, 5, 8. Hansına uyğun gəlir? Baxın. A variantına. Cavabımız oldu A variantı. Amma B variantına baxın. Misal B variantda bunu 18 kimi verə bilərdik ya burada. Və belə olardı. 18, 8, 5, 8. Burada 19, 8, 5, 8'dir. Orada da 18, 8, 5, 8 olardı. Və siz 18 sahibsiz deyə götürüb bir 5 oynasaydı 8 edəcəkdir. Ona görə hər zaman ilk olaraq nəyə diqqət edirsiniz? Hardan başladığınıza və virüsdən sona çatdırırsınız. Düzgün cavab 100% kazan. Ondan başqa. Burada necə oldu uzunluq? 1 sm tapdıq, 2-ni, 3-ü, sonra 4-ü tapdıq sayı. Ola bilər başqa sualda belə olar. İlk olaraq 3 sm işlərin sayını taparsınız. Sonra 1 sm işlərin, sonra 4-ü, sonra 2-ni. Yəni yuxarıda nümunədə sizə hansı sayı verirsə, siz aşağıda 100% onu tətbiq etməlisiniz. Misal üçün 70-ci sualı sizə tapşırıq olaraq vermək istəyirəm. 70-ci sualda bu 2 4 xətlərin sayını bildirir. 4 3 xətlərin sayını bildirir. 6 2 xətlərin, 12 1 xətlərin. Nə baş verdi? 4 3 2 1 şəklində oldu. Bu elə bu istənilən sayla sizdə yormaq istənir. Siz birbaşa götürürsünüz, videonu saxlayırsınız bu hissələrdə. Bunları bir-bir sayırsınız. 1 xətlərin sayını, 2 xətlərin sayını, 3 xətlərin və 4 xətlərin sayını. Sonrası 4 3 2 1 şəklində düzürsünüz. Düzgün cavabı rəy bölməsində qeyd edirsiniz. Ümumilikdə şəkil anlayışında baxın, bizim bu prinsiplərimiz var. Təbii ki, başqa hissələr də var. Ona gələn dərslərdə toxunacağam. Şəkillərin ardıcıllığı var, şəkillərin bir-birinə izlənməsi var. O artıq bizim ikinci hissənin mövzusudur. Birinci hissə üçün bunlar kifayətdir. Sağ olun, gələn dərslərdə görüşənə qədər.